Salam, hər vaxtınız xeyir olsun. Deməli, bugün vizit kart və vizit kartın düzgün ölçü qaydalarından olacaq dərsimiz. Deməli, Azərbaycanda qəbul olunmuş ölçü vahidi 86-54 mm və 90-ın 50-yədir. Demək olar ki, 98-99% biz 90-ın 50 ölçüsündən istifadə edirik. Çünki kəsim payına əgər nəzərə alası olsaq, dizaynın və verdiyimiz məlumatların düzgün şəkildə kəsilmədən çap olunmasına bizə kömək olacaq. Millimetr ölçü vahidimizi seçmiş oluruq və burada bildiyimiz kimi, əgər ki millimetrlə işləyiriksə, bunu 900, bunu da 500 olaraq qeyd edirik. Gəldi bu hissəyə. Bu hissəni 3 sm olaraq götürürük. Bulit hissəmiz bizim kəsim payı dediyimiz hissədir. Qırmızı rəngdə konturla bunu işarə edirik. Daha sonra SMK koloru seçirik. Çünki bu, belə deyim, dizaynı biz sonda çap edəcəyik. Yeni səhifə yaradırıq. Açılmış pəncərə, baxın, real vizit kart ölçüsündədir və kənarlara baxdıqda görürük ki, burada kəsim payı dediyimiz dizayn var. Əslində bizim artbordumuz bu qırmızı nahiyədən başlayır. Sadəcə olaraq bizim göz hizamızda deyil də, buranı boşluq kimi göstərirlər ki, dizaynı bu hissədən, yəni əsas dizaynı bu hissədən başlayaq. Amma ki, belə reallıq var ki, mən tələbələrimə həmişə deyirəm, siz ən azından 1-2 mm bu qırmızı xəttdən keçməlisiniz. Hər hansısa bir yazı oradan keçməli deyil. Ümumilikdə dizayn buradan keçməlidir. Burada mənim hazır dizaynım var. Baxın, bu hazır çapa verilmiş bir vizit kart dizaynıdır. Əgər görsəz, görəcəksiniz ki, diqqətlə baxdıqda mən bu qırmızı haşiyəni keçmişəm. Və keçmiş hissə görürsünüz ki, boş dizayn sahəsidir. Heç bir məlumatımı gətirib tam o qırmızının kənarına yerləşdirməmişəm. Görürsünüz ki, kifayət qədər mənim boş sahəm var. Burada da əgər diqqət eləsəz, görərik ki, bu xanım memar dizaynerdir və memar dizayneri üçün hazırlanmış bir vizit kartdır. Adı üstündə memarlıq dedikdə tikinti, bina, bu tip anlayışlar formalaşdığı üçün və belə deyim, müştərimiz bir xanım olduğu üçün onun zövqünü, onun istəklərini də nəzərə alaraqdan isti tonlara, bej və gold tonlara üstünlük vermişik və onun paralelində memarlığı əks etdirəcək görüntülərdən istifadə etmişik. Gəlirik bura. Bu maskalanmış versiyadır. Mən onu maskadan çıxardaraq bu şəkilə salmışam. Özünüz də görürsünüz ki, arxada kifayət qədər çox qarışıqlıq var və bu qarışıqlığı, belə deyim, səliqəyə salmaq üçün mən əvvəlki dərslərimdə də izah etmişəm. Yenə bir daha göstərim. Fillə konturun yerini dəyişim ki, sizə daha aydın olsun. Ən künc nöqtəmizdən başlayaraq seçərək bu hissəyə gətiririk. Baxın, biraz da səliqəyə salaq. Nə demişdik? Selection toolu seçərək hər birini eyni anda seçirik. Sağ mausu basırıq. Make clipping mask edirik. Avtomatik kənarda olan bütün səliqəsizliklər hər biri aradan qalxır. Biz buna maskalamaq deyirik. Maska etdikdə hansı fiqur daxilinə keçməsini istəyiriksə dizaynımızın, həmin fiquru ən üstə tuturuq. Necə ki, mən kvadratı ən üstdən çəkdim. İndi, əgər dizaynda hər hansısa bir dəyişiklik istəyirəmsə, tutaq ki, bu ad üzərində dəyişiklik eləmək istəyirəmsə, dəfələrlə üzərindən basaraq da dəyişiklik edə bilərəm və boş nahiyəyə vuraraq çıxa bilərəm və yaxud da ümumilikdə dizaynda dəyişiklik etmək istəyirəmsə, sağ mausu basaraq Release Clipping mask edirəm. Anında maskadan çıxır və görüntü bu şəkildə olur. QR kod necə hazırlanacaq? Növbəti dərslərimizdə bu haqda məlumat verəcəm. Dərsin çox uzun olmaması adına bölərəkdən izah eləyəcəm. Maksimum bu dərsə 10 dəqiqəlik izah edəcəm. Sonra növbəti videolarda QR kodun hazırlanması haqqında məlumat verəcəm. Buradan göründüyü kimi, baxın, bizim bura gətirdiyimiz foto daha çox mavi tonlardadır. Dizaynımızın rəngi ilə uyğunlaşsın deyə onun üzərinə belə bir forma gətirmişəm və isti tonlara salmışam dizaynımızı. Burada hər hansısa bir səliqəsizliyin olması bizim görə biləcəyimiz bir şeydir. Müştəriyə vizual lazımdır. Necə ki, bu qarışıqlıq bu hala gəlib çatıbsa,
Biz yəni bu səliqəni yaratmaq üçün bu səliqəsizliyi görsək kifayət edir. İndi deməli, bu formaları necə hazırlamışam, gəlin onları sizə izah edim. Baxın, bu gördüyümüz foto hal-hazırda maska daxilindədir. Sağ mausu basaraq Release Clipping mask etdikdə görürük ki, bizim belə böyük bir nəhəng fotomuz var. Fotonu istənilən saytdan yükləmək mümkündür. Pinterest, Chrome, fərqi yoxdur. Fotonu yükləyirik. Bu bizim qalereyamızdan da ola bilər və mən hansı formanın daxilinə salmaq istəyirəmsə fotonu, onu kənarda bu şəkildə çəkirəm. Pen tool vasitəsilə çəkmişəm. Altı basaraq kopyasını çıxardıram və o kopyaladığımız formanı gətirib fotonun istənilən nahiyəsinə yerləşdirirəm. Əgər diqqət etsəz, opacitesini maksimum azaltmışam, çünki kənarı daha aydın görə bilmək üçün, arxana daha doğrusu. Baxın, opacitesini 100 etdikdə mən arxanı görmürəm və belə olduqda arxada hansı nahiyənin maska daxilinə düşdüyünü rahatlıqla görə bilmədiyim üçün 10, 20, 18 fərqi yoxdur. Opacitenin rəqəmini qeyd edirik. Baxın bu şəkildə. Və diqqət etməliyik ki, maska daxilinə düşəcək fiqurumuz ən üstdə olmalıdır. Bunun üstdə olması üçün nə demişdik? Sağ mausu basırıq, ərənclə birincini seçirik ki, ən üstdə olsun. Daha sonra hər ikisini seçirik. Hər ikisini seçdikdən sonra sağ mausu basırıq. Burada Make Clipping Mask görürük. Anında o fotonun bu forma daxilinə maskalandığını görmüş ola bilərik. Və yaxud da siz deyə bilərsiniz ki, mən istəyirəm ki, bu nahiyə daha çox görünsün. Bu şəkli necə redakt edə bilərik? Yenə də 2 dəfə tıklayaraq, baxın, bu şəkildə də edə bilərsiniz. Bir dəfə kənara vurub, daha sonra 2 dəfə yenə tıklayaraq, bu şəkildə də dəyişiklik etmək mümkündür. Burada gördüyünüz kimi. Sadəcə elə eləmək lazımdır ki, baxın, bu nahiyədə şəkli biraz da gətirdikdən sonra şəklin kəsildiyini görürük. Çünki artıq şəkil forma daxilində öz həcmini itirmiş olur. Biz elə etməliyik ki, baxın, eyni burada. Gördüyümüz kimi şəkil və forma ən azından ölçü olaraq üst-üstə düşsün. Baxın, kənarlardan da gördüyümüz kimi şəklin ölçüsü bu şəkildədir. Gətirdikdə artıq formamız itmiş olur. Bu şeylərə xahiş edirəm, xüsusilə diqqət edin. Daha sonra yenə boşluğa vuraraq maska daxilindən çıxırıq. Bu kopyaladığımız formanın bir hissəsi, baxın, buradadır. Onu üstə gətirmək üçün nə demişdik? Sağ mausa basırıq, arrange edirik, bring to front edərək onu üzərinə gətirərək fotonun isti bir ton almış oluruq. İstədiyimiz nahiyəyə yerləşdirərək xüsusi bir dizayn almış oluruq. İndi gələk ölçü əsasında işləməyə. Baxın uşaqlar, bu bizim dizaynımızdır. Daha doğrusu ölçümüzdür. Burada müəyyən dizayn vermək üçün pen tooldan və müxtəlif formalardan istifadə etmək olar. Hal-hazırda özümüzə bir mətn sahəsi ayıraq ki, bizim misal üçün Əliyeva Səlma deyək. Bu xanımın adı bu nahiyədə olacaq. V-ni basıram. Mən bildim ki, mənim artıq adım bu nahiyədə olacaq. Gəlin daha bir bəlirgin bir xət çəkmiş olaq. Bilək ki, ad bu hissədə olacaq. Adın daxilində nə demişdik? Alt vasitəsindən kopyalaya bilirik. Adın altında hansı peşədə və hansı sahədə çalışdığı haqqında məlumat verəcəyik. Ctrl-Z kopyalamamışam. Bir dəqiqə. Hansı peşədə işlədiyi haqqında məlumat verəcəyik. Daha sonra digər dizaynlarımızı Ctrl-D edərək xətləri artırıram. Digər dizaynlarımızı yerləşdirəcəyik. Nəzərə alaq ki, bizim vizit kartımızın iki özü olur. Bir ön, bir də arxa. Nə demişdik? Backgroundumuzu, yəni artboardumuzu artırmaq üçün bu hissədən, bu paneldən istifadə edirik. Alt vasitəsilə kopyasını kənara çıxardırıq. V-ni basaraq əmri ləğv edirik. Deməli, bu mənim vizit kartımın əsas məlumatlar olan hissəsi arxa hissəsidir. Vizit kartda loqonun və adın yerləşdirdiyimiz hissə isə ön hissəsidir. Bura sadəcə bir foto yerləşdiririk və daha sonra loqo yerləşdiririk. Necə ki, burada diqqətlə baxsaq, bu bizim vizit kartımızın arxa hissəsidir. İndi isə ön hissəsini sizə göstərim. Bu isə vizit kartımızın ön hissəsidir. Buradan da diqqət etdiyiniz kimi sadəcə fotodur. Heç bir xüsusi məlumat yerləşdirilməyib. Ad və loqodur. Vizit kartın ön hissəsində ya loqo mərkəzləşdirilmiş şəkildə olur, ya da ki, oxunaqlı olacaq boş nahiyəyə yerləşdirilir. Sadəcə olaraq mən dizaynı bu şəkildə verdiyim üçün loqonu tam bura yerləşdirmişəm. Digər məlumatlar isə vizit kartın arxa hissəsində olur.
Baxın bu şəkildə. Yazıların bu şəkildə səliqəli olması üçün tutaq ki, bunları yenidən yazmamaq adına bir və yaxud da bir neçə yazının və yaxud da fiqurun eyni anda seçilməsi üçün shift-i basılı tuturuq. Burada Ctrl-C edirəm, gətirirəm bura. Demişdim axı, adlar, digər məlumatlar burada olacaq. Ctrl-V etdikdən sonra həcmini biraz böyüdürəm. Tutaq ki, bunlar belə qarışıqdır, bir-biri ilə əlaqəsi olmayan nöqtələrdədir. Baxın, bunları eyni haşiyəyə gətirmək üçün, eyni səliqəyə salmaq üçün bizim Align adında alətimiz, fiqurumuz var ki, baxın bu hissədə. Bu kimdə yoxdursa, Windows panelindən axtarıb tapa bilər. Baxın bu hissədən. Qısa yolu Shift və F7-dir. Hər bir yazını seçirəm. Baxın, bu əmri seçdikdə yazılarım hamısı eyni xətt üzərində düzülmüş olacaq. Bu şəkildə. Ara məsafələrin tam şəkildə bərabər olması üçün isə bu fiqurumuzu seçirik. Bu yenə də məni qane etmirsə, birinci ilə ikinci arasındakı məsafəni idarə etdikdən sonra digərlərini gətirirəm. Və digərləri arasında ara məsafənin eyni bərabər şəkildə olması üçün yenə də bunu seçirik. Baxın, avtomatik məsafəni bərabərləşdirdi. Ölçünün kiçilməsi də yenə shift və alt vasitəsilə olur. Xahiş edirəm, buna xüsusi olaraq diqqət edirik. Digər dizaynlarımıza gəldikdə isə pen tool-la hər hansısa bir misal üçün belə bir xətt çəkib və belə bir xətt çəkərək məlumatları bir-birindən ayıra bilərəm. Burada da nə demişdik? Fill-lə stroke'un yerini dəyişərək bir dizayn vermiş olduq. Daha sonra yenidən bu formanı seçirəm. Biz nə demişdik? Burada bizim belə bir formamız var. Biraz daha qalınlıq verdikdə, baxın, nazikdən qalına doğru bir dizayn yaratmış olduq. Hətta bu formanı biraz da yuxarı qaldıra bilərik. Artıq burada xüsusi bir bölgü yarandı. Bu boşluq hissəyə və bu hissəyə isə istənilən dizaynı həm pen tool vasitəsilə, həm də mask vasitəsilə verə bilərik. Misal üçün, mən indi istəyirəm ki, baxın, buradan bura belə bir V-ni basıram, əmrindən çıxıram. Burada belə bir şəklim olacaq. Şəkil paralelində hər hansısa bir dizaynlar yerləşdirəcəm. Arxadan, baxın, burada olduğu kimi. İndi sual yaranır. Onları necə yaradırıq? Hər birinin opasitesini azaldaraq təbii ki. Baxın bu şəkildə. Burada şəkil yerləşdirdikdə avtomatik bu formalarımız altda olacaq. Və bu da mənim dizaynım olmuş oldu. İstənilən formaya salmaq tamamilə dizaynerin zövqünə bağlıdır. Nöqtələrlə idarə edib nöqtələrin formasını dəyişmək demişdik ki, Direct Selection tool vasitəsilədir. Bu şəkildə istərsiniz belə eləyə bilərsiniz, istəsəniz belə eləyə bilərsiniz. Bunlar tamamilə dizaynerin öz zövqünə bağlı olan bir məsələdir. Daha sonra yenə də sual yarana bilər. Bu hissəni neyniyək? Baxın, bu hissələr də tamamilə, necə deyim, sizin zövqünüzə bağlı bir məsələdir. Hər bir şeyi fotonu gətirdikdən sonra təyin edirik. Necə olacağına bağlı o şəkildə dəyişir. Mən indi vizual olaraq bu şəkildə bir şeylər yerləşdirdim. Siz təbii ki, fərqli bir formalar yarada bilərsiniz. Bunlar tamamilə sizin zövqünüzə bağlıdır. Sadəcə olaraq mən dizaynı bu şəkildə göstərirəm. Hər hansısa tutaq ki, bir şəkil gətirək. Tutaq ki, buradan belə bir şəkil gətirdim, atdım kənara. Burada nə demişdik? Əgər X varsa, anında embed etməliyik. Bunu bütün tələbələrimin səbəbini bilir. Səbəbi də ki, belə izah edeyim ki, embed proqramın fotonu tanıması üçündür. Formanı böyüdürəm, şəkli daha doğrusu. Nə demişdik? Bu formanın içərisinə şəklimizi əlavə etmək lazımdır. Alt vasitəsilə kopyasını çıxardıram. Bunu xüsusi vurğuluyuram. Ərənc vasitəsilə üstə qaldırırıq. Bizim şəklimiz altda qalmalıdır. Xahiş edirəm, bunu nəzərə alın. Və bu forma şəkildən daha böyük olmalıdır. Bunu da xüsusi diqqət edək. Hər ikisini seçirəm, sağ mausu basıram, Make Clipping Mask edirəm. Forma bu şəkildə oldu. İstəyimizə bağlı olaraq indi kiçiltmək, böyütmək, bunlar hamısı bizim zövqümüzə bağlı bir məsələdir. Baxın bu şəkildə, hətta biraz da kiçiltmə şansımız var. Baxın bu şəkildə. Daha sonra bir dənə də bunun kopyasını çıxardım.
Yenə də onun opacitəsində müəyyən dəyişikliklər edim. Baxın, dizaynlar eyni ilə bu şəkildə yaradılır. Digər hissədəki istəyərik foto yerləşdirərik, istəyərik başqa bir dizayn yerləşdirərik. Bunlar tamamilə bizə bağlıdır. İndi arxa fona tələbələrimiz rəng vermək istəyir. Baxın əzizlərim, bu ağ gördüyümüz yerə biz müdaxilə edə bilmərik. Elə hesab edək ki, bura sizin iş masanızdır. Necə ki, sizə vərəq verirəmsə, bu vərəqin üzərində dizayn edin. O zaman siz vərəqi boyayırsınız, masanı boyamırsınız. Bu baxımdan da nəzərə alın ki, bu sizin masanızdır. Masanızın üzərinə vərəq gətirməliyik. Ona görə kvadratı seçirik. Nə demişdik? Qırmızıdan heç olmasa 1-2 milli kənarda olsun. Baxın bu şəkildə. Arxa fona hansı rəngin verilməyini istəyiriksə, opasitəsini azaldıb da hər hansısa bir boz rəng verə bilərik. Misal üçün, edim 12. Baxın, bu tonlar oldu. 12-ni etsəm, tutaq ki, 22. Görəcəksiniz, bu tonlar olacaq. Və ən alta salırıq ki, hərflərimizin rəngi real olaraq fotomuzun rəngi görünsün. Baxın, bu şəkildə. İstənilən forma, istənilən dizayn bu şəkildə olur. Tutaq ki, arxa fonun qaçmaması üçün, amma mən yazıları redakt etmək istəyirəm. Arxa fonun qaçmaması üçün seçirəm. Arxa fonun obyekt hissəsinə gəlirəm. Look edirəm və selection. Anında görürük ki, seçmək şansımız olsa belə seçə bilmirik. Artıq mən arxa fonu açarladım. Açardan çıxarmaq üçün sağ mausu basıram, bu şəkildə çıxardıram. Ümid edirəm ki, bura qədər suallarınız yaranmadı. Bütün suallarınıza cavab vermiş oldum.